Qoç, günün ilk yarısından etibarən daha fəal olmalısınız. Problemlərin həllini təxirə salmayın. Aramla çalışın, təmkinli davranın. Tərəfdaşların təkliflərini, iradlarını və istəklərini nəzərə alın. Onları qayğılandıran məqamları qulaq ardına vurmayın. Bir işi yarımçıq qoyub başqasına başlamaq olmaz. Buğa, şəriklərinizlə münasibətlərdə qəfil dəyişikliklər istisna deyil. Mübahisələr, iradlar və tənqidlər qaçılmazdır. Hadisələrin ciddiliyi bir qədər əvvəl formalaşmış şərtlərdən asılıdır. Hər şeyi ürəyinizə salmayın. Qaranlıq məqamlara aydınlıq gətirməyə məcbur deyilsiniz. Əkizlər, hansısa işə başlamaq, hansısa layihəni reallaşdırmaq istəyirsinizsə tələsməyin. Planlarınızda yeniliklər ola bilər. Yaxın gələcəklə bağlı perspektivlər hələ də tam formalaşmayıb. Kənardan istənilən reaksiya sizi yolunuzdan saptıraraq fərqli istiqamət seçməyə təşviq etməsin. Xərçəng, yaxınlarınıza, tərəfdaşlarınıza, həmkarlarınıza qarşı kəskin iradlarla çıxış etməyin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Yaranan problemlər fəaliyyətinizdə gecikmələrə, bəzi işlərin təxirə salınmasına səbəb olarsa, maneələri daha qəti şəkildə dəf etməyə çalışın. Şir, gözləntiləriniz həddindən artıq çoxdur. Diqqətləri cəlb etmək istəsəz də ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Emosional olmayın, hisslərinəsirinə çevrilməyin. Gərginlik düşünülməmiş qərara, sonradan peşmançılıq hissi yaradacaq addıma səbəb ola bilər. Qız, xoş xəbərlər gözlənilməsə də gününüz ümumilikdə xoş keçəcək. Yaxşı əməlləriniz mütləq qarşınıza çıxacaq. Cari işlərin axarından kənara çıxmayın. Heç nəyi mürəkkəbləşdirməyin. Əlavə tapşırıq və ya sifarişlərə aludə olmayın. Tərəzi, informasiya axınından faydalı məlumatları seçin. Ətrafınızda baş verən proseslər, tarıma çəkilmiş əsəblər fəaliyyətinizə dağıdıcı təsir etməməlidir. Bəzi hadisələri əvvəlcədən təxmin etmək üçün intuisiyanızdan yararlanın. Əqrəb, hadisələr paradoksal məcrada inkişaf edə bilər. Prosesləri tələsdirməyin, riskli layihələrdə iştirak etməyin. Təhlükəsiz şəraitdə qalmağa çalışın. Yaxın ətrafınızdakı insanların istəklərinə fikir verin. Oxatan, bələd olmadığınız işlərdə özünüzü sınağa çəkməyin. Nəyisə həddən artıq əldə etmək istəyirsinizsə, ayıq-sayıq olun. Yaranan imkanları dəyərləndirin. Günün ikinci yarısında vəziyyəti dəyərləndirməmiş qərar verməyin. Şərtləri qiymətləndirəndən sonra konkret addım atın. Oğlaq, ağır, xeyli qüvvət tələb edən gündür. Səmərəli nəticə istəyirsinizsə bir qədər kölgəyə çəkilin. Bununla belə proseslərin gedişindən kənarlaşmayın. İşdə rəhbərliklə təmasları minimuma indirin. Gözlənilmədən mürəkkəb tapşırıq ala bilərsiniz. Bolça, zəif tərəflərinizə diqqət yetirin. Xüsusi təşəbbüs göstərmək və ya riskə getmək üçün əlverişli vaxt deyil. Planlarda dəyişikliklər qaçılmazdır. Əhvalınızın qəflətən dəyişməsi heç bir səbəb olmadan mübahisənin yaranması istisna deyil. Balıqlar, günün ilk yarısında çətin, qarışıq vəziyyət yaranarsa, soyuqqanlı, təmkinli olun. Ailə üzvləriniz və ya yaxınlarınızdan biri ilə bağlı xəbər alacaqsınız. Problemlər təcili həllini tələb edir. Kənar təsirlər, müdaxilələr sizi təbdən çıxarmamalıdır.